Balakən şəhərinin Qullar kəndində həyətən ev satışa çıxarılır. 12 metranın yan tərəfə 14 metradır. Yeni tikilidir. Həyətinə aid ayıq yolcu. Cürbəcür meyvə ağaçları. Obşilikdə torpaq sahəsi 15 sotdur. Yəni 15 sot ilə də satılır. Veyahut da ki 5 sot ilə gördüyümüz bu yeni tikili satılır. Evin deməli kanalizasiya xətləri işlək haldadır. Gördüyünüz bu xətlər kanalizasiyadır. Bu hissədən də evə giriş qapısı qoyulubdur. Su xətti çəkilib işlək haldadır. Yan tərəfdən uzunluğu 14 metradır. Qeyd etdiyimiz kimi qonşular ilə aralıq dəmir şifrlə hazırlanmışdır. Müşkəm şəkildə. Evə gedən işıq xətləridir. Yolda sayaq açıq quraşdırılıbdır. Gördüyünüz kimi xətlər işlənilib. Küt daş kubikdən tikilibdir. Birinci mərtəbəsi mərtəbə arası tam monolitdir, beton monolitdir. Yenə çölə çıxış qapısıdır, evin arxa tərəfi. Bu hissədə kombi sistemi yerləşdiriləcək. Xətlər çəkilmişdir. Bu hissə mətbəx kimi nəzərdə tutulubdur. İsti soyuq su xətləri, kanalizasiya xətləri quraşdırılıbdır. Bu hissə mətbəx kimi nəzərdə tutulmuşdur. Möhkəm şəkildə gördüyünüz kimi beton kəmərlər gerilmişdir. Gördüyünüz bu otaq ambar kimi nəzərdə tutulmuşdur. Həyətdə yay besitkası üçün yonma kubik daşı da var. Bu hissədə girəcəyinin sağ tərəfində maşın qarajıdır. Bu hissədə də isti soyuq su xətləri çəkilmişdir gördüyünüz kimi. Betondan tökülmüş pilləkənləri var. Yan tərəflərdə dəmirdən görülmüş süləhidir. İkinci mərtəbənin girəcəyinin sol tərəfində geniş bir otaqdır. Atapleniya yerləri, yəni radiator yerləri gördüyünüz kimi hər otaqlarda qoyulmuşdur. Üst mərtəbəsi mansard kimi nəzərdə tutulub. Girəcəyin sağ tərəfində mətbəx kimi nəzərdə tutulubdur. Mətbəxdən əlavə 4 dənə otağı var. Hər otaqda radiator yerləri qoyulmuşdur. İşıq xətləri çəkilib. Gördüyünüz bu hissə girəcəkdə belə bir prixojudur. Ön tərəfində girəcəkdə deməli bu hissədə ayaq yolu kimi nəzərdə tutulur. Bu hissədə evin
kladovkasıdır. Yan tarafta hamamıdır. Hamama yolsu ayrı ayrılıktadır gördüğünüz gibi. Kanalizasiya xətləri, isti suya su xətləri hamısı çəkilmişdir. Genişdir. Evin çöl ölçüləri 12'nin 14'adır. Qeyd etdiyim kimi su xətti işlək haldadır. Kupçanı yeni əldə etmişdir. Kupçalıdır. Notarial qaydada alqı-satqı edərək gördüyünüz əmlakı əldə edə bilərsiniz. Qiyməti videonun altında qeyd olunacaqdır.